Kəlbəcərin Başlıbel kəndində 1993-cü ildə erməni silahlı birləşmələrinin törətdiyi qətliam zamanı şəhid olan sakinlərin uyuduğu məzarlığa aparan kanat körpü istifadəyə verilib. Dağçay üzərində inşa edilən körpü bundan sonra şəhid ailələrinin, kənd sakinlərinin və ziyarətçilərin müqəddəs məzarlığa təhlükəsiz və rahat şəkildə gedib gəlməsinə imkan yaradacaq. Moderator az xəbər verir ki, körpünün tikintisinə əsas maliyyə dəstəyi kənd sakinləri, eyni zamanda şəhid ailəsi üzvləri Arif Süleymanov və Qalib Əbdüləliyev tərəfindən göstərilib. Tikinti işləri isə kənd sakinlərinin fədakar zəhməti və birgə əməyi nəticəsində başa çatdırılıb. Kanat körpünün uzunluğu 35 metr təşkil edir. Tikinti zamanı yüksək keyfiyyətli və davamlı materiallardan istifadə olunub. Körpü bütün təhlükəsizlik və mühəndislik tələbləri nəzərə alınmaqla inşa edilib. Xatırladaq ki, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı zamanı erməni silahlı birləşmələri Başlıbel kəndində kəndi tərk etməyən və ya tərk edə bilməyən dinc sakinlərə qarşı qanlı qətliam törədiblər. Faciə zamanı həyatını itirən sakinlərin bir qismi mühasirədə qalan kəndlilər tərəfindən böyük risk bahasına gizli şəkildə dəfn olunub. Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra həmən məzarlar aşkar edilərək ekshumasiya olunub. DNT analizləri vasitəsilə şəhidlərin şəxsiyyəti müəyyənləşdirilib və onlar yenidən həmən ərazidə torpağa tapşırılıblar. Şəhid məzarlığının yerləşdiyi ərazi mürəkkəb dağlıq relyefə malikdir. İndiyədək ziyarətə gələn insanlar sərt dağ cığırları ilə hərəkət etməli, Güraxan və buz kimi soyuq dağ çayını keçməli olurdular. Bu isə xüsusilə yaşlı insanlar, şəhid ailələri və digər ziyarətçilər üçün ciddi təhlükə yaradırdı. İnşa olunan kanat körpüsü həmən çətinliyi tam aradan qaldırıb. Artıq ziyarətçilər heç bir risklə üzləşmədən şəhidlərimizin uyuduğu müqəddəs məzarlığı ziyarət edə biləcəklər. Bununla yanaşı, məzarlıq ərazisində də abadlıq və mühafizə işləri həyata keçirilib. Məzarlar yenilənərək səliqəyə salınıb, ərazi abadlaşdırılıb. Vəhşi və ev heyvanlarının məzarlığa daxil olmasının qarşısını almaq məqsədi ilə məzarlığın ətrafı çəpərlənərək mühafizə altına alınıb. Kanat körpüsünün inşası həm də Başlıbel sakinlərinin birlik və həmrəyliyinin növbəti nümunəsi kimi qiymətləndirilir. Layihənin mühəndislik həlləri və maliyyə təminatı xeyirxah kənd sakinlərinin dəstəyi ilə reallaşdırılıb. Tikinti və quraşdırma işlərində isə kənd sakinləri könüllü şəkildə iştirak ediblər. Bu təşəbbüs bir daha göstərir ki, milli mənəvi dəyərlərin, şəhid xatirəsinin qorunması və yaşadılması istiqamətində vətəndaş həmrəyliyi mühüm nəticələr ortaya qoya bilir. Beləliklə, illərdir ziyarətçilər üçün təhlükə yaradan keçid artıq aradan qalxıb. Bundan sonra şəhid ailələri, Başlıbel sakinləri və kəndə üz tutan bütün vətəndaşlar şəhidlərimizin uyuduğu müqəddəs məzarlığı daha təhlükəsiz, rahat və maneəsiz şəkildə ziyarət edə biləcəklər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.